Ümumiyyətlə, din bilirsinizmi nədir? Din, peyğəmbərlər gəliblər insanlara deyiblər, istəyirsiniz sizə xoşbaxtlıq yolunu göstərim. İstəyirsiniz sizi fəlakətdən qurtulmağın yolunu göstərim. Belə başlayıblar. Müjdə kimi başlayıblar söhbətlərinə. Və insan da istəyir əslində belə bir yolu öyrənsin ki, nətər eləyim, həyatımı bir yana çıxarım. Yəni nəticədə kim xoşbəxt olmaq istəmir? Hamı istəyir də. Biz məsələn, bizi elə bunu ilə qarmağa keçirirlər də. Məsələn, təhsil haqqında niyə görə danışırlar? Çünki beyinlərinə oturub ki, təhsil adamı xoşbəxt eləyə bilər. Oxuyacaqsan, yaxşı bir vəzifəyə gələcəksən, yaxşı-yaxşı yeyəcəksən. Yəni hər şey yeməklə bağlıdır, rahatlıqla bağlıdır. Adamlar xoşbəxtlığı bunda görürlərsə, budur. Peyğəmbərlər də deyir ki, daha böyük bir xoşbəxtlıq var. Bu xoşbəxtlıq sizin bildiklərinizdən qat-qat artıqdır. O da, baxın deyir, doğruluq yoludur. Doğruluq yolu ilə yeriyəcəksən, Allaha yaxınlaşacaqsan, xoşbəxt olacaqsan. Əks halda nəyə nail olsan, xoşbəxt olmayacaqsan. Ona görə təsadüfən xoşbəxt olmurlar. Təsadüfən, belə deyək ki, o da təsadüfdür, amma ki, təsadüfən sən yaraşıqlı da ola bilərsən dünyada. Təsadüfən sənin boyun uca ola bilər, boyun balaca ola bilər. Təsadüfən sən Azərbaycanda gələ bilərsən dünyaya, ya da Afrikada gələ bilərsən, ya da İsveçrədə gələ bilərsən dünyaya. Bunlar təsadüfdür. Kişi doğula bilərsən, qadın doğula bilərsən. Gerçi bu da təsadüf deyil, ehtimal edirəm. Amma təsadüfən xoşbəxt olan yoxdur. Peyğəmbərlər deyirlər ki, xoşbəxtlığın yolu ancaq həqiqət yolundadır. Xoşbəxtlığın deməli olduğu yer həqiqət yolundadır. Ancaq bu yolla gedib ona çatmaq. Yavaş-yavaş olur da yəqin ki, yoxsa bir dəfə yavaş-yavaş olur şübhəsiz ki, amma da alternativi yoxdur. O Hacı Şahin orada onu nəzərdə tutur ki, bilin bu kimsə sizə verə bilməz. Bu tamamən sizin çabalarınıza, sizin daxili və xarici aktivliyinizə bağlı bir şeydir. Bu yaxşıdır da. Məsələn, insanlar adətən şikayətlənirlər ki, mənim həyatımı filan kəs bəlli etdi, beşmən kəs bəlli etdi. Bütün şikayətçiləri yığdı ortalığa, siyasi ya belə məişət şikayətçiləri olsun. Onların beynində belə bir ideya var ki, filan kəs məni bədbəxt elədi. Filan kəs olmasaydı, mən daha xoşbəxt yaşayardım. Ona görə bir-birlərinə nifrət edirlər. Sürekli də bundan qidalanırlar. Allah isə deyir ki, məsələ elə deyil. Sizin xoşbəxtliyiniz tam olaraq sizin fəaliyyətinizdən asılıdır. Baxmayın başqalarına. Başqası zalımdır, fikir vermə ona. O ilə mənim öz işim var. Sənin xoşbəxtliyin tam olaraq sənin qəlbinin necəliyindən və fəaliyyətindən asılıdır. Buna inanmaq lazımdır. Buna inanan kişilərin sayı azdır. Buna inanmaq çox çətindir. Mərifət lazımdır, təmizlik lazımdır. Deyir, niyə mən doğruluq yolunu seçimi? Peki, əyri yolla da getmək olar. Mən hərdən dərsdə uşaqlara sual verirəm ki, məsələn, bir situasiyadır, sənin qohumun var filan yerdə və sən özü tapşırtdırırsan hansısa bir pozisiyaya keçmək üçün. Sən bundan istifadə eləyərsən, yoxsa yox? Əksəriyyət deyir ki, niyə istifadə eləməyim ki? Deyirəm, amma sən haqsızlıq eləyirsən axı. O birisinin elə bir adamı yoxdur. O birisinin yuxarıda qohumu yoxdur. Sən özü tapşırtdırırsan, o birisi bəlkə səndən bir tık daha savadlıdır, daha qabiliyyətlidir bu iş üçün. Sən onun haqqını yemiş olursan. Sən düşünürsən ki, kiminsə bir balaca da olsa haqqını yeməklə xoşbəxt ola biləcəksən, bu sənə qayıtmayacaq. Əgər sən belə düşünürsənsə, xoşbəxtlıq sənə heç vaxt gəlməyəcək.
Bu çox çətindir buna inanmaq ki, xoşbəxtlik, doğruluq, düzgünlük, səmimiyyət yolundadır. İnsanlar qeyri-səmimiliyə arxalanırlar. İnsanlar yalandan istifadə edirlər. Siyasətdən istifadə edirlər. Xoşbəxtlığa çatmaq üçün. Məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur deyə Makiavelizmdən istifadə edirlər. İnsanlar buna inanırlar. Deyirlər, çox belə titiz olmağa ehtiyac yoxdur. Peyğəmbərlər isə deyir, məhz titiz olacaqsınız, inanırsınız. Xoşbəxtlik yalnız dürüstlərin nəsibidir. Bu çox çətin qavranılan bir həqiqətdir. O fikirdə də onu mən görürəm ki, yeri gəlmişin qeyd edim ki, mən bu kitabları oxumamışım. Siz oxumusunuz, sizin ideyanız idi bu cür şey yazmaq. Amma fikirlər təbii ki, işıqlıdır deyə reaksiya verməmək mümkün deyil. Orada onu anlatmağa çalışır ki, xoşbəxtlik tam olaraq sənin çabalarına bağlıdır. Biz insanın aqibətini onun çabalarına bağladıq deyə bir Quran ayəsi var. Yəni var belə bir şey də. Bəli. Onda səndən hərəkət, məndən bərəkət sözü boş-boşuna yaranmayıb. Boş-boşuna yaranmayıbdır, müqəddəs hikmətdir bu hikmət və buna inandırmağa çalışır.